Tofiq Yaqublu'nun vəkili Nemət Kərimli 35 gündür aclıq edən siyasətçi ilə görüşüb. Vəkilin sözlərinə görə Yaqublu yata bilmir və ötən gecə yalnız Dimedrol iynəsi vurulduqdan sonra yuxuya gedə bilib. O əlavə edib ki, siyasətçi çəki itirməyə davam edir, amma yaddaşını da itirdiyindən çəkisini və digər göstəricilərini xatırlamayıb. Moskva aeroportunda saxlanılan və Həştərxan reysinə buraxılmayan deputat Azər Badamovun anti-rus və rusofob mövqeyinə görə Rusiyaya buraxılmadığı bildirilib. Bu barədə RIA Novosti məlumatlı mənbəyə istinadən xəbər verib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirmişdi ki, Rusiya tərəfinin verdiyi bu qərarı qeyri-dost addım hesab edir. İsrail Qəzza zolağında Həmasa qarşı əməliyyatlarını gücləndirmək və genişləndirmək üçün 10 minlərlə ehtiyat əskəri orduya çağırıb. İsrailin bazar ertəsi səhər saatlarında təsdiqlədiyi geniş miqyaslı Qəzza hücumu bütün anklavın ələ keçirilməsinə qədər gedə bilər.